Hər gün 8 saat yuxu yatmağınıza baxmayaraq, səhər-səhər yorğun oyanırsınızsa, axşam yediklərinizi gözdən keçirməlisiniz. Çünki axşamlar menyunuzda yuxu qatilləri gizlənə bilər. Gəlin yuxunuzun keyfiyyətini daxildən məhv eləyən 5 qida məhsulu haqqında danışaq. Yəni bu məhsulları gecə istifadə eləməyin. Birinci qida məhsulumuz kofe və enerji içkiləridir. Kofenin və enerji içkilərinin tərkibində olan kofein mərkəzi sinir sistemini stimullaşdırır və adenozin adlı yuxu hormonumuzu bloklayır. Kofein qanımızda 8 saata qədər qala bilər. Bu da o deməkdir ki, hətta günorta içdiyiniz kofe belə yuxu rejiminizə, yuxu keyfiyyətinizə mənfi təsir göstərə bilər. İkinci tip məhsullarımız isə acı və ədviyyatlı qidalardır. Bu tipli qidalar gecə yatmamışdan əvvəl bədən temperaturumuzu süni şəkildə qaldırır. Kapsaicin maddəsi gecə yuxuda olmaq əvəzinə metabolizmimizi sürətləndirərək bədənimizi həyəcan vəziyyətinə gətirir. Üçüncü tip qida məhsullarımız isə şəkərli qidalardır. Bu tip qidalar yatmamışdan əvvəl qan şəkərimizi sürətli formada qaldırır və gecənin bir yarısı şəkərimiz düşəndə kortizol adlı hormon ifraz olunur. Bu isə yuxu keyfiyyətimizə mənfi təsir göstərir və gecə oyanmalarına gətirib çıxarda bilər. Dördüncü tip məhsullarımız isə fast foodlar və ağır yağlı qidalardır. Bu tip qidalar bədən üçün çox ağırdır və bədən bərpa edilmək yerinə bu qidaların həzmi ilə məşğul olur. Nəticədə beyin dincəlmir, səhər-səhər özünüzü döyülmüş kimi hiss edirsiniz. Beşinci tip məhsulumuz isə tünd şokoladdır. Bəli, gecə yatmamışdan əvvəl şokolad yeməyin. Tərkibindəki teobramin maddəsi ürək ritmlərini artırır və beynin istirahət rejiminə keçməsini ləngidir. Unutmayın, keyfiyyətli həyat keyfiyyətli yuxudan başlayır. Sağlamlığınıza dəyər verin. Növbəti videolarda görüşərik. Əgər video sizə faydalı oldusa, mütləq bir dostunuzla bölüşüb, bu videonu like edib səhifəmi izləməyi unutmayın.